Bilmirəm, bəlkə də mənə qulaq asandan sonra deyirsiniz ki, şəxsi inkişaf lazımsız bir şeydir, boş söhbətdir, heç nə alınan şey deyil, pul qazanmağın başqa yolu var, bunu eləməsəm də alınar. Təbii ki, ola bilər bəlkə bu düşüncələr gəldi ağlınıza, amma gəlin reallığa baxaq. Tutaq ki, hərə özünə uyğun götürsün. Yəni siz necə bir həyat yaşamaq istəyirsinizsə, deyək ki, məqsədiniz var, qazancınızı artırmaq ya da daha rahat yaşamaq, xoşbəxt münasibət ola bilər, işinizdə irəliləmək ola bilər. Hərə özünə uyğun məqsədini, istəyini götürsün nümunə olaraq. Mən də bir nümunə deyəcəm. Deyək ki, siz istəyirsiniz zəngin yaşamaq, zəngin olmaq. Və hər birimiz bilirik ki, ətrafda, sosial şəbəkələrdə, televizorda həmişə görürük bunu yarada bilmiş insanları, yəni zəngin insanları, uğurlu insanları, məsələn, blogerləri nümunə olaraq götürə bilərsiniz. Onlar həyatlarını qurublar, çox yaxşı istirahət eləyirlər, səyahətlərə gedirlər, gəlirləri də çox yaxşıdır, istədikləri kimi yaşayırlar, xoşbəxt münasibət qururlar. Yəni hərə öz məqsədinə uyğun olaraq baxsın ki, yəni bunu reallaşdıra bilmiş insanlar var. Amma əgər sizdə hal-hazırda bu alınmırsa, yəni məsələn, qazancınız bir nöqtədə ilişib qalıb, məsələn 500 manatdan artıq qazana bilmirsinizsə, artıra bilmirsinizsə, lükslara pul xərcləmək hələ sizdə alınmırsa, borc var, kredit var, pulla bağlı sıxıntılar var, belə şeylər təbii ki, ola bilər. Və ya işinizdə irəliləyə bilmirsiniz, biznes qurmusunuz, amma alınmır nəsə, satış eləyə bilmirsiniz, münasibətinizdə problemlər yaşayırsınız və ya bəlkə kirayədə yaşayırsınız, ev almaq istəyirsiniz, amma bu məqsədə də çata bilmirsiniz. İllərdir çalışırsınız maşın almaq üçün, amma alınmır. Fərqi yoxdur. Hərənin sıxıntısı, problemi, məsələsi fərqli olur. Hərə öz istədiyi həyata və hal-hazırda onunla bağlı yaşadığı məsələyə baxsın sadəcə olaraq. Deyək ki, siz zəngin olmaq istəyirsiniz, amma hələ də gəlirinizi artıra bilmirsiniz. Yəni çox işləmək olduğunuz mövzular var. İndi yenə də siz nə düşünürsünüz? Deməli, sizin xəyalınızı gerçəkləşdirən insan sadəcə olaraq şanslıdır, bəxti gətirib deyə bunu yaşayır, amma sizin bəxtiniz yoxdur deyə bu sizdə alınmır. Yəni bu qədər bəsitdir sizcə? Sadəcə bəxt və talehlə əlaqəli ola bilər hər şey sizcə? Yəni bəs həmin insanın seçimləri, onun öz üzərində işləməsi, bu maddiyatı həcmində saxlaya bilməsi faktoru. Bəs bunlar hara getdi? Bəs bayaq öyrəndiklərimiz necə oldu? Axı biz anladıq ki, bir insan əgər həyatında maddiyyat yarada bilirsə, yaxşı qazancları varsa, ya da xoşbəxt münasibəti varsa, fərqi yoxdur. Deməli, həmin insan psixolojik olaraq buna hazırdır və enerji həcmi bu qədər maddiyatı qəbul eləyə bilir ya da bu xoşbəxtliyi qəbul eləyə bilir. Bu da elə belə olan bir şey deyil. Yəni bu şans, bəxt məsələsi deyil. Hətta belə bir reallıq var ki, özünüz də araşdıra bilərsiniz təbii ki. Mən bu yaxınlarda fərqinə vardım ki, əsasən həyatını daha da zənginləşdirə bilən insanlar çox az hallarda olur ki, əvvəldən zəngin insanlar olurlar. Yəni deyək ki, bəzən insanlar deyirlər, atası zəngin idi, özü də zəngin oldu. Ona nə var ki? Bəli, belə hallar təbii ki, olur. Yəni avtomatik deyək ki, zəngin ailədən gələn biri özü də zənginlik əldə edə bilir rahatlıqla. Amma digər daha çox zəngin olmuş insanların hər birinin həyat hekayəsinə baxsaz, görərsiniz ki, hər biri kasıb bir ailədən gəlib, bəziləri var ki, məktəbdən qovulublar, amma indi elə ixtiralar eləyiblər. Görə bilərsiniz ki, onlar, yəni bəxt şansla bağlı deyil, yəni real olaraq. Artıq anlayırıq bunu. Bu öz üzərində işləmək, qərarlılıq, həyatının məsuliyyətini almaqla bağlıdır. Yəni o insanlar da əgər desəydilər ki, mən kasıbam, mən bəxtsizəm, bəxtim gətirmədi, o zaman heç nə də, yəni heç nə olmayacaqdı onların həyatında. Elə eyni nöqtədə qalacaqdılar. Xəyalları da puçulub gedəcəkdi təbii ki. Amma onlar fərqinə vardılar. Yəni qurban roluna düşmədilər və necəsə anladılar ki, bilmirəm, bəlkə mütəxəssislə işlədilər, bəlkə özləri anladılar, fərqi yoxdur. Bu arada onu demək istəyirəm ki, deyək ki, onlar hər hansı bir hadisə yaşadılar və anladılar ki, həyatımın məsuliyyəti öz əlimdədir. Ola bilər təbii ki. Amma siz əgər bir coachla, bir mütəxəssislə, fərqi yoxdur, bəlkə bir psixoloqla öz üzərinizdə işləsəz, bu sizin inkişaf eləmə sürətinizi və nəticələrinizi tezləşdirir. Ona görə də bir var siz gözləyəsiniz ki, nə vaxtsa başıma hər hansı bir yəni nəsə bir fərqindəlik yaşayacağım durum olsun, ondan sonra hərəkətə keçeyim. Ya da başlayacaqsınız birbaşa
Artıq addım atmağa, mütəxəssislərlə, mentorlarla, coachlarla, psixoloqlarla özlərinizə işləməyə. Bu arada fərqi yoxdur, sadəcə bir coachla belə siz nə qədər nəticə əldə edə bilərsiniz. Mən özüm də bu şəkildə eləyirəm. 3 coachum var bu arada, amma yəni də dönəm-dönəm hərəsinə fokuslanaraq işləyirəm mən və özüm diqqətlə seçirəm ki, kimlə işləyirəm. Siz də özünüzə uyğun olaraq seçə bilərsiniz. İstəyirsiniz mənimlə işləyin, istəyirsiniz başqa bir mütəxəssislə işləyin, fərqi yoxdur. Əsas olan odur ki, artıq anlamaq lazımdır ki, heç nə bəxtlə, şansla və ya boş şeydir deməklə alınmır. Hər şey bir qərarla başlayır və bir dəfə siz anlayırsınız ki, həqiqətən də mən həyatımı istədiyim yöndə dəyişə bilərəm. Nə əldə etmək istəyirəmsə, artıq bunun üçün nəsə bir şeylər eləməyim, özlərimdə işləməyim lazımdır ki, həyatımı qura bilim. Nə istəyirəmsə əldə edeyim. Fərqi yoxdur, zənginlik, münasibət, fərqi yoxdur heç bir şeyə. Və bunun daha yaxşı fərqinə varmamız üçün bir şey də vurğulayım, artıq sonlandırıram. Əgər özlərində işləmək boş şeydirsə, o zaman bəs nəyə görə hələ də ətrafınızda zəngin çevrəniz yoxdur, istədiyiniz kimi rəfiqələriniz yoxdur, dostlarınız istədiyiniz kimi deyirlər, sizə yaxşı davranmırlar ya da həyat yoldaşınız sizə hədiyyə almır. Fərqi yoxdur, mən burada ümumi deyirəm. Və ya iş yoldaşlarınızla münasibətiniz yaxşı deyil. Yəni siz istəyirsiniz ki, zəngin, inkişaf eləmiş insanlarla çevrələnəsiz, daha lüks yerlərdə alış-veriş eləyəsiz, daha yaxşı yerdə işləyəsiz və ya həyat yoldaşınız daha fərqli bir insan olsun, daha fərqli xarakterdə insan olsun. Amma hal-hazırdakı reallıq bu deyilsə, bəs bunun səbəbi nədir? Yenə də deyəcəksiniz ki, mənim bəxtimə, taleyimə bu yazılıb deyə. Təbii ki, bu düşüncə də çox normal bir şeydir. Çünki insanlar təbii ki, anlamlandırmaq istəyirlər yaşadıklarının səbəbini, amma artıq buna inanacağımız dövr deyil. Əgər, qısacası burada mesajım odur ki, əgər zəngin insanlarla çevrələnmək istəyirsinizsə, özünüz zəngin olmaq istəyirsinizsə, qazancınızı artırmaq istəyirsinizsə, məqsədlərinizə, hədəflərinizə çata bilmək istəyirsinizsə, ev almaq, maşın almaq, səyahət eləmək, biznes qurmaq və s. fərqi yoxdur və ya münasibətə başlamaq istəyirsiniz, zəngin biri ilə evlənmək istəyirsiniz və ya hal-hazırda olan münasibətinizi daha da yaxşılaşdırmaq istəyirsiniz. Fərqi yoxdur, nə istəyirsiniz. Bunun üçün eləməyiniz lazım olan şey, yenə də deyirəm, özlərinizdə işləməkdir. Çünki əgər siz istədiyiniz çevrədə deyilsinizsə hal-hazırda, bunun səbəbi tam olaraq hələ buna uyğun olmamağınız və buna hələ hazır olmamağınız. Sadəcə bu qədər bəsit. Yəni hal-hazırda sevmədiyiniz bir çevrə ilə çevrələnmisinizsə, bu yenə də sizin şüuraltı proqramlarınızın, daxili aləminizin bir nəticəsidir. Sizdə olan emosiyaların, düzdür, bu mövzuda mən ayrıca da danışacağam. Çox geniş, çox dərin mövzudur. Mən bunu anlayanda, yəni 19 yaşımda olmağına baxmayaraq çox şey dəyişdim, çox qərarlar verdim, çox nəticələr əldə etdim həyatımda. Bunları da təbii ki, sizə vurğulayaram. O öz yerində. Amma yəni, nə istəyirsinizsə, necə bir həyat istəyirsinizsə, ona uyğunlaşmaq üçün şüuraltı ilə işləmək mütləqdir. Yoxsa sadəcə yəni özlərinizə işləmədən, özünüz heç bir şey dəyişdirmədən, heç nəyin fərqinə varmadan, əvvəlki eyni düşüncələrinizlə yeni qərarlar versəz, yeni seçimlər eləsəz, bu heç bir işə yaramayacaq. İndi desəz ki, yəni heç öz üzərinizdə işləyib heç bir düşüncənizi dəyişdirmədən getsəz, məsələn, zəngin insanların yanına yenə də uyğunlaşa bilməyəcəksiniz. Getsəz 2000 maaş alacağınız bir işə müraciət eləsəz, yenə də orada uğurlu ola bilməyəcəksiniz. Yəni ümumiyyətlə həmin işə qəbul ola bilsəz belə, həmin qazanc sizə gəlsə belə, o sizdə qalmayacaq. Çünki buna hələ hazır deyilsiniz. Ona görə birinci hazır oluruq, nə istəyiriksə. Deyək ki, 5000 qazanc istəyirsinizsə, birinci şüuraltı olaraq bunun üzərində işləyirsiniz ki, hal-hazırda niyə məndə bu pullar yoxdur və nə eləyə bilərəm ki, bu pullar mənə gəlsin. Bu mövzuları işləyirsiniz. Ondan sonra avtomatik sizin qarşınıza elə fürsətlər çıxır ki, mən özüm də bunu real olaraq gördüm. Qoşulduğum təlimlər buna nümunədir, çevrəm buna nümunədir. Bu kanalda zaten mənim rəfiqələrim, təlimdən tanıdığım insanların çoxu elə oradan qatılıblar. Elə burada rəydə yaza bilərsiniz ya da reaksiya qoya bilərsiniz, fərqi yoxdur. Yəni
Hal-hazırda olduğum nöqtə düzdür, təbii ki, yəni daha çoxunu eləyə bilərəm, amma 19 yaş üçün mənə görə çox yaxşı bir nöqtədir. Sevdiyim işi tapmışam, bacarıqlarımın fərqindəyəm. Artıq öz məqsədlərimə necə çatacağımı, bunun üsullarını bilirəm. İşim var. Yəni hər şeydə artıq nəyi necə eləmək olar anlaya bilirəmsə və müştəri bazam var, sizlərə bunları verə bilirəmsə, danışıram, öyrədirəmsə, deməli bir şeylər əldə eləyə bilmişəm və bu sadəcə olaraq öz üzərimdə işləməyimin nəticəsidir. Siz də nəyi əldə eləmək istəyirsinizsə həyatınızda buna çatmaq üçün, buna hazır olmaq üçün öz üzərinizdə şüuraltı ilə işləməyiniz lazımdır. Bir coachla və ya bir psixoloqla fərqi yoxdur, mentor seçə bilərsiniz. Şəxsən mənim özümdə də bunu işləyə bilərsiniz və ya başqa biri ilə fərqi yoxdur. Amma əsas olan odur ki, artıq bu podkastdan sonra düşünməyin yenə də ki, nəsə bəxtlə, şansla, talehlə əlaqəlidir. Artıq anlayın ki, artıq hər bir şey bir qərarla, bir seçimlə dəyişə bilər. Qarşınızda olan fürsətləri görməyiniz lazımdır ki, hərəkətə keçəsiz, dəyişməyə başlayasınız və həyatınızda istədiyiniz zənginliyi, maddiyyatı, məqsədləri, xoşbəxtliyi, münasibətləri, hər bir şeyi yarada, bu məqsədlərə çata və həyatınızda saxlaya biləsiniz. Yenə də bununla bağlı sualınız olsa, əgər bu gün məni dinləyərkən özünüzə aid bir şeylər hiss elədinizsə və düşünürsünüzsə ki, mən artıq bunu necə dəyişdirə bilərəm, necə eləyim ki, həyatımda istədiyim nəticələri əldə eləyim, o zaman sizin üçün çox gözəl bir xəbərim var. Sadəcə olaraq Bioda Klinikdən keçid eləyərək marafonla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz. Hal-hazırda bu fürsət sizin qarşınıza çıxıbsa, qeyd eləmək istəyirəm ki, bu təsadüf deyil. Çünki siz indiyə qədər məni dinlədiniz, dəyərli zamanınızı sərf elədiniz şəxsi inkişafa, bir şeylər öyrənməyə. Bunun üçün həm sizi təbrik eləyirəm, həm də istəyirəm ki, qarşınıza çıxan bu fürsəti dəyərləndirəsiniz. Əgər istəyirsinizsə ki, mən paylaşım eləyəndə ilk olaraq sizə xəbər gəlsin, sadəcə olaraq kanala abunə olun və bildirişləri açmağı unutmayın. Növbəti podkastlarda görüşənə qədər.